Əziz dostlar, dünən biz danışdıq. Bəyan, tərif və hüccətin lazımlığından söhbət açdıq. Bəyan və tərif və hüccət lazımlığı. Bu bir fəsildir. Klassik hədis kitablarımızda, yəni bizim dini ədəbiyyatımız sayılır da bütün bunlar. Biz bütün dini inanclarımızı həmin ədəbiyyatdan əldə edirik. Bugün bizim Mövlamız qeybdədir. Allah zuhurun təcil eləsin. Birbaşa bağlantımız yoxdur ki, suallarımızı ondan soruşaq, əldə eləyək. Biz o gələnə qədər müraciət eləyəcəyimiz ünvan məhz mötəbər Əhl-i Beyt hədisləridir. Başqa ikinci ünvanımız yoxdur. İstər bu fərdi ibadətləri əhatə eləsin, dəstəmaz, namaz, kəbin, təlaq, nə olur olsun. İstərsə bu etiqadi məsələləri əhatə eləsin, istərsə əxlaqi məsələləri, elə Mövlanın özünün mötəbər kəlməsində müraciət istiqamətimiz mənim cəddimin sizə irs qoyduğu elmə müraciət eləyin, ona müraciət eləyin. Mən bunu həmişə müdafiə eləmişəm. Din deyilən ilahi dəyər və üstünlük yalnız məsumluqla şərtlənib. Qeyri-məsum düşüncəsi din ola bilməz, heç vaxt. Çünki adı üzərindədir, qeyri-məsum, yəni xəta eləməyə məhkumdur, nisbətən cahil olmağa məhkumdur, həvai nəfsdən danışmağa məhkumdur, adı üzərindədir, qeyri-məsum. Bu ilahinin dini ola bilməz. İlahidən, yəni yaradıcıdan insanlara süzülən təkamül məsumluqla şərtli. Bizim Mövlamız zühur edənə qədər bizim müraciət eləyəcəyimiz, yaşayacağımız, qoruyacağımız o ilahi konstitusiya məsumların mübarək elmidir. Bunu məşğul olun, bunu müdafiə edin, bunu tələb edin. Bütün inanclarınız və inanmadıqlarınız nə varsa, hər birini məsumların cümlələri ilə əsaslandırın ki, Allah qarşısında hesabınız asan olsun. Çünki uca Allah bizimlə neçə şeyi hesab edəcək, biri də inanclarımız və onun əsaslanması, inanmadıqlarımız və onun əsaslanması. Yəni sən bu tərzdə namaz qılırsan, yaxşı, kim deyib belə qılırsan? Allah sən demişsən, mən kimin əli ilə sən demişəm? Sən ümumiyyətlə necə bilirdin ki, kimin sözü mənim sözüm idi sənin üçün dünyada? Bəziləri deyəcək ki, mən öz ağlımla belə düşündüm. Uca Allah buyurar ki, mən səni seçməmişəm. Mən sənin ağlını nümunə olaraq təqdim eləməmişəm. Hamıya necə ağıl vermişəm, sənə də o cür. Öz ağlınla oturub durmaq bir şəriət, din, həqiqət olsaydı, peyğəmbərlər göndərməzdim ki, içinizə. Bəziləri deyəcək ki, mən də elə eşitdim, filan kəndin, filan mollası belə deyirdi, mən də ona qulaq astım, elədim. Bir sırası bir başqa əsasnamə, əsaslandırmaq insanın gücünü göstərir, dostlar. İnsanın əsaslandırması onun gücünün səviyyəsinin ölçüsüdür. Kaş belə bir imtahan otağı olaydı ki, insanlar orada inanclarının əsaslarının imtihanını verəydi. Görərdiniz ki, 10 nəfərdən 8-i kəsilmişdi o imtihanla. Çünki insan buna diqqət eləmir. İnanıram, nəyə əsaslanıram? İnanmıram, nəyə əsaslanıram? Əsaslandığım ünvan haradır, kimdir, kimçidir, nəçidir? Bunu soruşmuram, bunu maraqlanmıram. Bugün bizim müdafiə edəcəyimiz ən mühüm tərəf burasıdır. İnancılı insanlarıq hamımız. Hamımız Allahın varlığına, qiyamətin varlığına, hesabın varlığına inanırıq, amma inanclarımızın əsaslanmasından demək olar ki, yüksək faizlə xəbərdar deyilik. Bu bilirsiniz nə deməkdir? Nəfs bizi qucaqlayıb xəbərimiz yoxdur. Egoizm bizi parçalayıb xəbərimiz yoxdur. Şəxsi istəklərimiz bizi dörd tərəfdən ağuşuna alıb xəbərimiz yoxdur. Baxın, bu çox mühüm bir məsələdir. Bəyan, tərif və hüccətin lazımlığı məsələsini danışdıq. Bəyan dedikdə Yaradanın özünü açıqlaması, tərif dedikdə onu bizə çatdıran seçilmişlər sinifi, hüccət lazımlığı dedikdə bu missiyanın ardıcılları, davamçıları. Bu yolla biz həqiqi ilahini tapa bilərik.
Həqiqi ilahinin istəyini tapa bilərik. Davam eləyirik, əziz dostlar. Mən bir-iki müqəddimə əlavə edəcəyim və sonra bir gözəl İmam Cəfər Sadiq əleyhissalamdan möhtəşəm, çox möhtəşəm bir hədis oxuyacağım sizin üçün. İnşallah ki, mənə də sizə də faydalı olmuş olar. İdraç qabiliyyəti bir şeyi dərk etməyə deyirlər. Dərk etmək özü də böyük bir bacarıqdır. Eşitmək, bilmək, oxumaq, danışmaq, bunlar idrak sinifinə daxil deyil. İdraç yəni çatır. Bir adama bir şey çatdı. Hamıya eyni sözü deyirsən, amma hamıya eyni cür çatmır. Çünki dərrakə qabiliyyəti ayrıdır. Surətləri, yəni kainatda dövr eləyən hər nə varsa, onların forması, şəkillənməsi, misal, ulduzlar işıq verir bizə, o bir surətdir. İnsan bu cür yaranır, baş orqan üstədir, əllər böyürdədir, ayaqlar bir surətdir. Bütün kainatda nə ki görürsən, onun sənin beynivə ötürdüyü surət və bunu dərk etmək ilahinin insana verdiyi bir feyzdir. Yəni bir həzdir, bir ilahiləşdirmədir əslində, başa düşən insanlar üçün. Hər nə varsa aləmdə öz surəti ilə yaradanın feyzini ötürür bizə. Buna feyz deyirlər, mən bu kəlməni istifadə edirəm də. Feyz yəni ilahinin gözəlliyinin ləzzətini bizə bəxş eləyir. Yaradan qüvvəsi ilə, yaradan hikməti ilə, yaradan bütün gücü ilə, nizamnaməsi ilə tamamilə yaradıcı olaraq verdiyi hər bir surət bizim üçün onun feyzini bəxş eləyir. Hətta bu qorxulu surət olsa da belə. Yəni onu açıqlayır bizə. Bəzi görünən görüntülər qorxu yaradır insanda, bəzi görüntülər sevinç yaradır insanda. Bütün bunlar hamısı külliyyat olaraq yaradıcı qüvvənin insana bəxş etdiyi bir açıqlamadır. Yəni bir dərsdir. Qüdrətini göstərir bizə. Əmir əl-Möminin əleyhissalamın gözəl bir cümləsi var. Nəhcül Bəlağədə buyurur ki, yaratdıqlarına verdiyi qabiliyyət Allahın, yaratdıqlarına verdiyi qanacaq, qabiliyyət, potensial, funksiya, nə deyirsən de, onun siz insanlarla danışıq tərzidir. Axı o cisim deyil ki, gəlsin, otursun mənlə, mən səninlə, sən mənimlə danışdığın kimi, o da bizlə danışsın. Salam əleykum, mən Allaham, necəsən, nə var, nə yox. Belə deyil axı. O bizlə necə danışır? İnsanlarla o necə danışır? Biri də budur. Nə ki yaradıb, onlara verdiyi qabiliyyətlə özünün danışığını bizimlə həyata keçirdir. Bəzi şeyə baxırsan, görürsən ki, atadan da, anadan da mərhəmətlidir. Elə danışır bizimlə. Sevinç dolu, ümid dolu, mərhəmət dolu danışır bizimlə. Bəzi şeylərə baxırsan, çox belə sərt danışır bizimlə, qorxudur bizi. Deyir, səni tutaram, əlimdən heç kim ala bilməz. İki tirəli danışır bəzən bizimlə. İkisi də onun qüdrətinin nişanəsini bizə göstərir. İkisi də. Hər nə varsa aləmdə bu cürdür. İnsan, insanların fərqli olması, qeyri-insan və o qeyri-insan canlıların fərqli olması, hər nə varsa da dostum, dediyim kimi, mən sizə bunu hissələrə bölüb uzatmaq istəmirəm. Torpağa bax, göyə bax, sağa bax, sola bax. Yəni bu gözünün gördüyü elə bir şey ola bilməz ki, onun gördüyün cisim, gördüyün hərəkət edən varlıq Xaliqin sənə feyzini bəxş eləməmiş olsun. Bilirsiniz maraqlı nədir? Hər şeyində bir səbəbi var. Nə varsa. Heç səbəbsiz heç nə yoxdur bu aləmdə. Heç nə. İmam Sadiq əleyhissalamın bir başqa mübarək cümləsi var. Deyir, heç Allaha yaraşmaz ki, bir şeyi yaratsın, amma onu bir səbəbə əsaslandırmasın.
Mümkün olan şey değil. Her şeyin bir sebebi var. Biz bu sebebi bilsek de bilmesek. Olabilir biz bilmeyek. İndi müasir insanlara Allah adına hökm deyəndə çox vaxtı onun açıqlamasını istəyirlər. Bəli, yaxşı şeydir. İnsan Allahın nəyi, nə üçün buyurduğunu bilməyə görə onun səbəblərini açıqlamasını biləsən. Amma bu demək deyil ki, sən bütün hökmlərin açıqlamasını biləcəksən. Xeyr. Bəlkə də insanlar, insanlıq, ilahi qaydaların sirlərini illər və zaman uzunu sonra biləcəklər. Bəlkə də onu sonra biləcəklər. Necə ki, bizdən öncəki insanlar bizə nisbətdə çox şeyi bilmədi, getdi. Amma biz müasir insan olaraq, inkişaf etmiş dünya sakini olaraq, keçmiş əcdadımıza baxanda bir çoxu bilirik, gedirik. Kameranın olmadığı bir dönemi düşünün. Video kameranın olmadığı bir dönemi düşünün. O dönemde yaşasaydıq, bizə desəydilər ki, sizin əməllərinizi çəkirlər, yazırlar, göstərirlər. Bunu anlamaq onlar üçün o qədər də asan deyil, amma bizim üçün çox asandır. Niyə? Çünki cibimizdə gəzdiririk artıq onu. Amma onlar üçün çətin. Qınamıram mən onlara da. Çünki o dövrdə yaşayırdılar. Biz də bugün çox şeylərin səbəb və hikmətini bilə bilmərik. Bəlkə də illər sonra bilinəcək insanlar üçün. Allah nə üçün bunu belə qadağan etdi və yaxud nə üçün bunu belə əmr etdi? Buyurdu ki, bunu edəcəksiniz. Ola bilər biz bilməyək. Bəzi hökmlərinin hikmətini bilməmək bizi ondan uzağa deyil də daha yaxına gətirməlidir. Çünki bildiklərimiz kifayət qədərdir, əməl eləmiş olsaq. İdrac surəti ilahinin insana bəxş etdiyi feyzdir. Hər bir şeyin öz səbəbinə əsaslanaraq. Subhanəkə la ilmə lənə illa ma əlləmtənə. Mələklərin uca Allaha buyurduğudur. Sən bütün nöqsandan təmizsən, paksan, bizim yalnız bizə verdiyin qədər bilgimiz var. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, İnnallâhe ihtəccə ələn-nâs bima atahum və ərəfəhum. Həqiqət budur ki, ey insanlar, uca Allah bütün bəndələrinə hüccətini, varlığını və əmr etdiyi bütün həqiqətləri bir onlara verdikləri ilə sübuta yetirib. Verdikləri ilə sübuta yetirib. Bir də tanıttırdıqları ilə sübuta yetirib. Elə insan da Allaha bu iki şeylə hesab verəcək. Verdikləri və tanıttırdıqları. Nə onun deyil, gəlin birinci bunu özümüzə aydınlaşdıraq. Nə onun deyil, onun olmayan nə tapa bilərsiniz? İndi bəzi müasir özünü çox ağıllı sayan insanlar deyir ki, bunu ana təbiət bəxş etdi bizə, nə bilim, bunu nə bəxş etdi bizə, müxtəlif adlar qoyurlar. Allahın zatını bilmək imkansızdır deyənə, bu boşluğu istəyirlər ki, öz məhdud düşüncələri ilə doldursunlar. Ona ana təbiət deyəndə artıq bu güya rahatlaşır. O bizə verdikləri bütün bədən və ruh bacarıqları, bədən orqanları və ruh orqanları hansı biri onun deyil? Kim mənə bir dənəsini saya bilər? Əgər birini saysaz, məndən nə istəyirsiniz istəyin. İkincini istəmirəm. Heç şey. Yoxdur. Ümumiyyətlə elə imkanı yoxdur yəni. Bir şey olsun ki onun olmasın. Bir şey olsun ki ondan olmasın. Bir şey olsun ki ona bağlı olmasın. Yoxdur elə bir şey. Elə dostlar, cəhənnəmə insanı bilirsiniz nə aparır? Allah milyon bizdən, əzizlərimizdən uzaq eləsin cəhənnəmi, İmam Hüseyin hörmətinə.
verdikləri verənə xidmət eləmədiyinə görə cəhənnəm yaranır. Cəhənnəm başqa şey üçün yaranmır. İnsan cəhənnəmi o vaxtı gedir, düşür cəhənnəmə ki, verdiklərini verənə xidmətdə qoymur, olur cəhənnəm. Ürək vermişdi, o istəməyən kimi başladı yaşamağa. Dil vermişdi, o istəməyən kimi danışdı. Yəni, hər şeyi borclu olduğunu unutdu, öz egoizminə xidmət elədi. Elə cəhənnəm oradan başlayır. Nə üçün deyiblər ki, ey insan evladı, cənnət də, cəhənnəm də sənin öz əlindədir, sən yazırsan onu. Onun müəllifi sənsən, heç kim deyil. Göydən varlıq gəlib səni cəhənnəmə düşməyə məcbur eləməyib. Göydən varlıq gəlib səni cənnətə getməyə əlindən tutub birbaşa məcburi cənnətə aparmayıb. Cənnəti də özün qazanmısan, İraq üzümüzdən cəhənnəmi də. Çünki hər şey onundur. İhtəccə ələn-nas bima atahum. İnsanlara bütün höccətlərini Allah sübuta yetirib nə ilə? Onlara verdikləri ilə. Həyat verib, həyatın içində olanları verib, yoxluqdan xəlq edib, hər şeydən qabaq şükr eləməliyik ki, onun istəyinə daxil olmuşuq ki, var eləyib bizi. Yoxsansa, yoxsan da adama deyərlər. Yoxluq, milyarlarla yoxluqlar var. Hər şeydən birinci buna şükür eləməliyik ki, sən istəmirsən ki, biz var olmuşuq. Yəni, istəyinin sinifinə daxil eləmirsən bizi, ey böyük Allah. Buna görə sənə sonsuz şükür. Və ərəfəhum və onlara da bunu tanıtdırdıqları ilə başlayıb öz höccətini tamam eləməyə. Yəni varlığını, gücünü, qüvvətini, hamısını bunlarla sübut edib. Allah insana verdikləri ilə insan üçün hər şeyi tamamlayıb. Yəni insana verdikləri nə sayılır? Bir neçə şeyin adını çəkim sizə. Birinci ağıl, ikinci qüdrət və bacarıq, üçüncü bilgi, elm, məlumat, informasiya. Buna biz deyirik batini höccətlər. Yəni daxildə, batində olan höccətlər. Ağıl, bacarıq və elm, mərifət, təcrübə və s. Bu insanın ruhuna qoyulmuş böyük sübutlardır, böyük faktlardır. Allah bunu ilə sübut edib özünü sizə. Deyirsiniz ki, ben dəliyə aid deyil. Xeyr, dəlinin hökmü bir başqadır. Qüdrəti çatmayanın, qüdrəti əlindən alınmış bir insanın hökmü başqadır. Amma onlar da ilahi nişanədir. Sadəcə vəzifələri başqadır. Və ərəfəhum və onlara bəzi şeydə tanıtdırıb. O nədir? O da zahirdə özünü sübut edən ünvanlar. Bu sinifə daxildir göndərilmiş peyğəmbərlər, bu sinifə daxildir peyğəmbərlərdən sonra həmin vəzifəni daşıyan məsum seçilmiş höccətlər, bu sinifə daxildir səmadan insanın dünya və axirətini təmin eləyən qanun verici kitablar. Bu günümüzdə bu üç şeyin hamısı darmadağındır. Peyğəmbərlər ümumiyyətlə yoxdur, höccətlər ən sonuncusu qeybdədir, ona qədər olanlar hamısı öldürülüb, kitablar yanlış yozunlarla dəyişdirilib. Yəni, biz Allahdan danışırıq, amma həqiqəti pərdə arxasındadır. Həqiqəti pərdə arxasındadır. Və onun üçün əza saxlayırsan ki, bu şəxsiyyəti müdafiə edirsənsə. Allah bizə həm zahirli, həm batini dəlilləri ruhumuza, bədənimizə, zahirə, batinə qərar verməklə Allah bizim üzərimizdə nə lazımdırsa hamısını tamamlayıb. Hamısını tamamlayıb. Bunları oxumaq, bilmək lazımdır. Bunlar mütaliə olunanda, dostlar, qardaşlar, əzizlər, ağsaqqallar, hörmətli
seyyidlər, dəyərli insanlar, bunlar mütailə olunanda İmam Hüseyin əleyhissalamın şəxsiyyəti ortalığa çıxır və o şəxsiyyətə böyük zərurətimiz var bizim. Böyük zərurətimiz var. Bunu savab baxımından eləyə bilərsən öz növbəsində, nə bilim, başqa cəhətlərdən. Amma bir də bunu həyatın əhəmiyyətli və mühüm, zəruri bir məqamı nöqtəsi kimi görməyə çalış. Allah, bəzi şeylər var ki, biz hələ onu dərk eləmirik, qarşıda nələr var. Siz necə müqayisə eləyin? İraq, Allah ağrı acı göstərməsin heç kəsə, amma həyatda da hamımızın arada başımız, dişimiz, nə bilim, mədəmiz, oramız, buramız ağrıyır. İnsan üçündür bu. Bu bizdən qabaq da belə idi, indi də belədir, sabah da belə olacaq. Hələ bu müasir, geni dəyişilmiş qidalarla bu ümumiyyətlə çoxalıb və vüsət alıb. Çox genişlənib də ağrı xəstəlik, müasir xəstəliklər çıxıb, nə bilim, tez-tez xəstələnir insanlar, viruslar çıxır, nələr. Elə bil ki, axır zamana gəldikcə xəstəlik də biraz inkişaf eləyib. Yəni, o da biraz genişlənib, biraz böyüyüb sanki. Çox maraqlıdır. Baxın, insan başı ağrıyanda, insanın dişi ağrıyanda, Allaha dua eləməklə o dəqiqə keçirmi? Keçmir. Yəni, bir insanın tibbi balansı pozulubsa, ziyarətə getməklə düzəlirmi? Düzəlmir. Biri tibbi əməliyyat keçirməlidir, misal üçün. Onu apar ziyarətə. Düzələ bilər, çox istisna ilahinin möcüzəsi. Onsuz da biz ona möcüzə deyirik, o anda möcüzə deyirik ona. Bu da Allah bilir kimə, necə, harda. Milyardda bir, milyonda bir. Bunu qoydum qırağa. Normal məntiq, normal ağıl deyir ki, insanın deyək ki, bir yana ağrıyanda ona təbabət elmi ilə müdaxilə olunmadıqda heç bir nəticə əldə eləyə bilmirsən. Bu necə bu cür nəticələnirsə məntiqi, insanın imanı, ruhu da bu cürdür, dostlar. Peyğəmbər deyəndə ki, bu haramdır, bu olar, bu olmaz. İmamlarımız deyəndə ki, belə otur, belə danış, nə bilim, bunu belə elə, onu elə elə, mən indi incələmək istəmirəm. Bütün bunlar hamısı insan ruhunun rahatlığa çatması üçündür. Çünki danışdığın, elədiyin hər bir günah ruhunda böyük bir fəsad yaradacaq və onu təkcə istəməklə ondan xilas ola bilməyəcəksən. Ondan azad olmalısan. Əleyhissalam istiğfar haqqında bir normativ sayıb, bilənlər bilir, mən qısa keçirəm üstündən ki, yəni bu olmasa o da olmur, söz bundandır. Bağışlanma istəməyin özünün bir bacarıq olduğunu göstərir bizə. Deyir, bir adam istəsə Allahdan bağışlanma əldə eləsin, neçə şeyə riayət eləməlidir. Onun da biri budur, kimin haqqını yiyibsə aparıb qaytarmalıdır. O həyata keçmədikcə bağışlanma olmayacaq. O həmin elmi qaydasıdır bu məsələni. Və sən bunu bil, bütün davranışlarını bu cədvəl üzrə hərəkət elətdir. Kimin haqqına girmirsən, ondan halallığın almayınca sən heç meşiddən çola çıxma, heç Kəbədən çola çıxma, sənin bağışlanmaya çatmağın imkansızdır. Çünki bağışlanmaya çatmanın mənəvi elmi göstəricisi şəxsdən halallıq almalıdır. Bu bir. Mən misal olaraq bunu demişim. Necə tibdə bu qayda var, mənəviyyatda da bu qayda var. Və bütün bunları bizə insan təkamülü cəhətindən öyrədən bir şəxsiyyətin, şəhadətinin qeyd olunması üçün biz otururuq, məclis qururuq, əynimizə qara geyinirik, əzadarlıq eləyirik. Dedim də, əzadarlıqda da diqqət etmək lazımdır, tərzinə, üslubuna, formasına, mərsiyəsinin də, sinə vurmasının da, osunun da, hər şeyinə diqqət etmək lazımdır. Əgər doğrudan da bizim Allaha imanımız varsa, əgər doğrudan da bizim o böyük yaradana inancımız şübhəsizdirsə, yəqindirsə, doğrudan da biz ölümdən sonra həyatın varlığını dərk ediriksə, elə belə nəzəri olaraq, hə, bilirəm, var və s. və l. yox.
onu ruhen hiss etmək, onu təmas cəhətindən ünsiyyətə keçə bilmək, nə bilim, çox insani bacarıqlar var ki, əgər bu cəhətdən biz ilahi dəyərlərin həqiqətini biliriksə, Seyyid-i Şühəda Mövlamızın insani dəyərini, ülü şəxsiyyətini yaxşı bilməliyik, yaxşı qorumalıyıq. Sözümün əvvəlində dediyim kimi, haqqını tanıyaraq onun məclisində iştirak eləməliyik. Allah hamımızın imanını kamil eləsin, dəyərli möminlər.